Qonağımız bizim psixoloq Nəcibə xanım Hüseynovadır. Bəli, Nəcibə xanım, siz də o psixoloqlardansınız ki, emosional ehtiyacı 3000 olan xanımları savunursunuz, yoxsa emosional ehtiyacı olan kişilərdən danışırıq bu gün? Məncə elə qadın və kişidən danışmalıyıq bu gün. Danışaq. Ən populyar və ən aktual mövzulardan biridir. Nəcibə xanım, sizcə hal-hazırda qadın və kişi münasibətlərinin ən aktual boşluğu və yaxud ən aktual problemi nələrdir? Qadında özdəyərsizlik, kişidə mən hər zaman qadınla kişini bilirsiniz necə ayırıram. Kişi yoldu, qadın ağacdır. Səbəbləri də birazdan açıqlayacağam niyə elə demişəm. Maraqlıdır. Niyə yol, niyə ağac? Ağac. Çünki beynimdə heç bir şey canlanmırdı hal-hazırda. Bəli, hər təlimimdə də onu deyirəm. Hamısı sizin verdiyiniz sualı verirlər mənə. Niyə iminə o? Onu özüm elə təsəvvür eləmişəm. Belə deyim, baxın, kişiyə bir sözü deyirsənsə, bunu belə elə. O sadəcə gedib onu, məsəl üçün deyəcəm ki, bu konfeti ged ora qoy. O gedib o konfeti sadəcə ora qoyacaq, düzünə, düz. Amma qadın, mən niyə o konfeti ora qoyum? O konfeti ora qoysam mən nə alacam, nə verəcəm? Niyə o konfet orada qalmalıdır? Görürsüz artıq nə qədər düşüncələr gəlir. Ya budaqlar, düşüncələr çoxalır. Onda belə deyə bilərik də, qadınların beynindəki funksiyalar daha çoxdur. Bəli, yox. Kişilərdə. Düz məntiq və budaq məntiq. Hə, ola bilər, ola bilər. Düz yol və ağac. Maraqlı. Amma yolda ağac olanda daha maraqlı olur, düz deyil? Maraqlı olur. Baxır hansı yolda da. Bəlkə o yol belə necə deyim? Dəxlisiz bir yoldur. Bəlkə o yolda heç lazım deyil hər hansısa bir ağac və yaxud hər hansısa bir obyekt və yaxud hər hansısa bir subyekt. Məncə hər yolda bir ağac olmalıdır. 100%. Amma yenə də maraqlıdır. Məsələn, yol və ağac, məsələn, mən düşünürəm ki, siz niyə ağac seçmisiniz? Ağacın istənilən bir ağacın o dərinə budaqlarını, daha doğrusu köklərini o dərinə şaxələndirmə məsələsi var da. Yəni mən düşünürəm ki, qadınları məsələn o xüsusiyyəti var ki, istənilən bir yerdə o köklərinin şaxələnməsi üçün mütləqdir ki, ona müəyyən bir ilgi lazımdır, müəyyən bir güvən lazımdır, müəyyən bir balans lazımdır. Amma bəzən fikirləşirəm ki, heç 90% qadınlar nə istədiyini bilmir. Özləri də bilmir nə istəyir. Burada qadınlar yox. Məncə kişilərin özünə də qayğı, sevgi, güvən lazımdır. Tək qadınları vurğulamayaq. Çünki kişilərimiz də bizim, mən adətən daha çox pasiyent məndə kişi olduğu üçün gəlirlər, otururlar, danışırıq. Sonda nəticədə yenə baxıram, görürəm, sevgi. Yenə bu da sevgisizlikdən əziyyət çəkir. Hardasa həyat yoldaşından, anasından, hətta atasından, qardaşından bir çox şeylər var ki, bizim mentalitetdə, Azərbaycan mentalitetində odur ki, sən kişisənsə, sən ağlaya bilməzsən, sən kişisənsə, heç vaxt qardığı endirə bilmərsən, çünki sən kişisən. Amma qadın həssasdır. Xeyr, elə deyil. Mənə görə düşünürəm ki, qadın daha güclüdür nəinki kişidən. Kişi çox həssasdır, sadəcə bildirmir. Ola bilər. Ola bilər. Yəni bu fikirlə 50-də 50 razıyam. Sadəcə yəni bəzi qadınlar var. Necə deyim? Söhbət burada mən ayırmaq istəmirəm kişi və yaxud qadın. Sadəcə mənim ümumi müşahidələrimdə belə deyim, müşahidə elədiyim əsas məqam budur. İstər qadın olsun, istər kişi olsun. Bəziləri onu xoşbəxt edəcək şeylərlə sınır qoyub, necə deyim, xoşbəxt olmağı bacarmırlar. Talım daha yaxşısı, daha piki, dahanı axtara sonra da gəlirlər ki, mən niyə mutsuzam, mən niyə xoşbəxt deyiləm, mən niyə qəmginəm. Özdəyərsizlik. Mövzular, aktual mövzuların da biri xanımların özdəyərsizliyi. Niyə indi evli kişi ilə subay qadın daha çoxalıb? Düz deyil.
bir balanssızlıq yaranıb dünyada, həyatda. Daha çox da Azərbaycanda. Tam belə deyim. Real həyatla Instagramdakı həyatı əslində bir tutmaq lazımdır. Lakin bizim zamanda, bizim belə deyim, insanlar daha çox Instagram həyatını yüksəkdə tutur, nəinki öz real həyatını. Tutalım, belə bir mövzu gətirəcəm ki, kreditdən ölürsən də, yəni bütün günü pul axtarırsan ki, gedib kreditləri ödəyəsən, amma Instagramda özünü elə göstərirsən ki, altında son model maşının, son model həyatı yaşayırsan. Qadın özünü dəyərli göstərə bilər, özünü dəyərli də hiss eləyə bilər. Artıq burada gəlir köklərimiz, bizim valideynlərimiz, valideynlərimizin valideynləri. Artıq bu dərin bir mövzudur ki, açılım eləmək lazımdır. Niyə? Bəzən elə olur ki, hər şey yolunda gedir, amma sən özünü boşluqda hiss eləyirsən ki, Brodi hər şey yaxşıdır, amma nəsə elə bir çatmır. Nəsə boşluqdayam. Niyə mən beləyəm? Əslində sevgisi də yerindədir, pulu da yerindədir, həyatı da yerindədir, ailəsi də yerindədir. Elələr də var ki, elə xanımlar da var ki, həyatı o qədər bərbad getsə də, amma yenə də gülür. Bunun özü də bir problemdir, ha? Əslində belə deyim. Qadın kişi burada ayırmaq istəmirəm. Mən bugün bu duyğunu hiss eləyirəmsə, pisəmsə, mən bugün bu pisəmi deməliyəm. Biz elə bir dövrdə yaşayırıq. Hal-hazırdakı dövr onu deməyə tələbatı var. Yəni ehtiyacı var, eynən. Ehtiyacı var və çəkinmək lazım deyir, amma indi daha çox çəkinirlər. Deyirlər indi zamanə çətinləşib. Əksinə, zamanə çox hasadlaşıb. Sadəcə insanlar çətinləşib. Mən adətən bəzən təlimlərimdə də deyirəm ki, insanı iş yormur. İnsanı təlimlər yormur. İnsanı insanlar yorur. Sualları ilə. Ola bilər. Ümumiyyətlə danışdıqlarımızda iki aspekt var. Mənim xüsusilə vurğulamaq istədiyim, toxunmaq istədiyim. Birincisi, məsələn, mən düşünürəm ki, bir insan öz həyatını, şəxsi həyatını, söhbət burada korporativ həyatdan getmir, iş həyatından getmir. Şəxsi həyatını Instagramda göstərmək ehtiyacı duyursa, onun altında mütləq bir boşluq və saxtalıq var. İkinci bir məqam odur ki, məsələn, siz qeyd elədiniz ki, insanı həyat yormur, insanlar yorur. Məncə bu düzgün yanaşmadır. Niyə? Məsələn, mən çalışıram həmişə istənilən ünsiyyətimdə, fərqi yoxdur, iş həyatı olsun, sevgi həyatı olsun, ailə həyatı olsun, fərqi yoxdur da, yəni hansı aspektdəyəm. Çalışıram deməyə, daha çox tələb edirəm həyatımdakı insanlardan nəyi? Daha sağlam ünsiyyət, sağlam anlaşma tərzi də, yəni başa düşülmə tərzi. Amma məsələn, mənim yaşadığım qlobal problemlərdən biri nədir? Məsələn, düşünürəm ki, bu insanların 90%-də belədir. Mənə haqq verərlər yəqin ki. Gedirsən qarşındakı insanla hər hansı bir söhbətin var, hər hansı bir söhbət eləyirsən. Oturursan, danışırsan və izah edirsən ki, ay bala, mənim bu xoşuma gəlmir. Ya bunu eləmə, ya da bunu necəsə bir ortaq məxrəcə gətirək. Onda qarşı tərəfin elə bir reaksiyasını alırsan ki, yəni o reaksiyanı belə deyim də, elə üzvə söyləsə daha yaxşı olar. Baxın, belə sizə bir sir verim, adətən bunu demirlər. Əslində biz əsəbləşəndə, biz nə isə deyəndə, biz nə isə başa düşməyəndə, biz özümüzü başa düşmürük, biz özümüzə əsəbiyik. O yüzdən qarşı tərəfə qışqırırıqmı deyim, başa düşmürükmü deyim, başa düşmək istəmirikmi deyim. Çünki biz özümüzü başa düşmürük, başa düşmək istəmirik. Burada yenə özümüzə köklənirik. Çox az adam bəlkə qarşımıza çıxıb ki, sərbəst, səlis, sakitcə nə olur olsun. Yəni dünya partlayır, amma yenə də sakitcə danışır. Çıxıb qarşınızda elə bir adam. Olub. Çünki o özünə qarşı artıq bir aqressiyası yoxdur.
özünə qarşı Yox, bir amma mən bu fikirlə tam razı deyiləm. Niyə razı deyiləm? Məsələn, mən emosional adamam. Fərqi yoxdur da. Mən dəli dolu adamam. Məsələn, mən həyatı uc nöqtələrdə yaşamağı indi balanslaşdırıram. Belə tipajam. Məsələn, kənarda bütün dostlarım, ailə üzvlərim, yəni mənimlə ünsiyyətdə olan hamı belə bir fikri formalaşmış. Sən əsəbi birisən. Amma əslində mən xarakter olaraq emosional olduğuma görə, onların gözündə bu belə yansır ki, əsəbləşdiyim məqamlar da olur təbii ki. Prosta uc nöqtələrdə yaşadığıma görə mən belə gəmini limana yaxınlaşdırmıram da, limanı yox eləyirəm. O gəmi qalır orada, ortalıqda. Məncə baxın belə deyim sizə, hər kəs uc nöqtəni yaşamalıdır. Atraksiyon yaşamalıdır. Adrenalinsiz həyat olmaz. Eynən. Amma sizin vurğuladığınız şey burada niyə məni başa düşmürlər? Yox, mən elə şey vurğulamadım. Günahlandırmayın, mən elə şey vurğulamadım. Baxarsınız dostlar, Mən elə şey olur. vurğulamadım. Yox, siz mənə burada salırsınız tələyə. Yox, elə bir şey yox. Psixoloqla oturub söhbət eləməyin özü belə çox böyük bir riskdir. Niyə riskdir? Acaba sən xərçək bürcüsən? Ya mən qoç bürcüyəm. Mən qoç bürcüyəm. Qoç bürcüləri adətən çox səbirli, çox təmkinli olurlar. Bəli. Niyə bəs sən beləsən? Yox, mən baxır hansı mövzuda səbirliyəm də. Məsələn, siz bir dənə çəkilişə gələnən kimi 30 dəfə gedib gəlmisiniz. Yəni səbirsiz adam olsaydı çoxdan deyəcəkdi ki, çay kakao, mən getdim. Yəni mən əslində məsələn, bilmirəm indi bürclərə siz nə qədər inanırsınız, nə qədər inanmırsınız. Astrologiya ilə maraqlanıram, psixologiya ilə maraqlanıram. Tema dəyişdi, psixoloqla bağlı söz deyirdim. Yəni nədir? Mənim psixoloq arkadaşlarım, dostlarım çoxdur. Onların istənilən biri ilə otur söhbət elə. Sənin ən adi bir sözündən də 100 dənə travma çıxaracaq ki, bu da travmadır, o da travmadır, o da travmadır, o da travmadır. Çünki biz psixoloquq. Yoxdur, mən onu qəbul eləmirəm. Çünki biz oxuyuruq, bilirik. Aşkla işi qarışdırmaq olmaz. Biz otururuq dostcasına söhbət eləməyə. Dostcasına sonra da çıxır sənə ki, yox, yardım sənin eləyir də. burada sən bunu belə eləməlisən. Tamam da dostcasına sənə yardım eləyir. Bunda O gün bir şey var psixoloq arkadaşımla oturmuşam, söhbət eləyirəm. Söhbət əsnasında son zamanlar işlərim hədsiz çoxalıb və işkolik bir tipaja dönüşmüşəm ki, bu mənim öz içimdən də gələn bir şeydir. Psixoloq arkadaşım sözümü tamamlamağa sağ olsun icazə vermədi və bildirdi ki, sən nədən qaçırsan? Yəni bu gün eyni sualı siz də eləyirsiniz ki, valla pul qazanmalıyam, heç nədən qaçmıram, yəni para lazım, para. Para hər kəsə lazım. Yəni para lazım. Amma bu deyirsə para lazım. Burada da bax burada şuuraltı gedir. Şuuraltının çox Mən bilirəm nə deyəcəksiniz. Amma yerdiyim cəmaət də eşitsin. şuuraltı kodlaşma. Uje enerji Kodlaşma, temalarına enerji keçirik. temaları. Artıq bu Tamam başqa ayrı. mövzudur. Onu başqa bir podkastımızda mı, reelsimizdə mi deyərik? Yəni belə. Siz qeyd elədiniz ki, sən Qoç bürcü nədən danışırdıq biz? Hə, yox, mən Qoç bürcüyəm. Xərçəng bürcü. Allah eləməsin xərçəng yolu. Xərçənglərə nə olur? Xərçəng bürcüsü. Təbii ki. Heç. Həssas Əkizlərdən və qaçın. Əkizlər gördüsə qaçın. Bax, xərçəng çox drama queen olur. Yəni Hədsiz drama queen. Məncə sən onu hiss eləmisən məndə. Yox, təkcə sizdə yox, mənim işlədiyim milyon dənə adam var, xərçəng bürcü olanlar çox drama queen olurlar. Dramdan bəslənirik. Yaxşı. Qoçun burada nə günahı var? Fatma Gülün suçu nə? Fatma Gülün suçu nə? Tamam da sən deyirsən ki, mən çox əsəbiyəm, Əsəbi deyiləm. Dostlarım elə qəbul eləyir ki, sən əsəbi verirsən. Mən burada şok. Heç bir şey. İttihamlar, yalanlar, doğrular bu gün bu masada hər şey müzakirə olunur. Eynən. Bax burada yaxşı da vurğuladınız. Yalanlar. Yalan. Nəzimi kamera arxasında tapacaqdım. Ya bir anda bu podkastın içində necə var oldum. Çox maraqlıdır yəni. Amma bəli. Drama queen acaba. Yəni də xərçənglərin bir xüsusiyyəti də odur. Hər şey planlaşdırırlar, sonra gəlib elə sunurlar sənin qarşına ki, sanki sən qərar verirsən də bunu belə eləmək, amma əslində özü istəyir bunu belə eləyək. Prosta ötürür ki, top səndə olsun da, mənə nəsə deməyəsən ki, sən mənə məcbur elədin bunu. Bu da bir manipulyasiyadır. Eynən. Ümumiyyətlə indi dövrümüz elə dövrdür ki, manipulyasiyasız iş olmaz. Yəni hər kəs bir-birinə manipulyasiya eləyir. Adətən dünənləri bir mövzu
oldu, belə deyim, ailəmin içində, yaxınlarımla. Və mənə qayıtdılar, orada dedilər ki, sən artıq manipulyasiyaya keçmisən, manipulyasiya eləyirsən. Baxmayaraq ki, mən heç bir manipulyasiya eləmirəm. Yəni mən sadəcə hisslərimi deyirəm ki, budur. Artıq o qədər bu manipulyasiya sözü də aktual olub ki, nəsə deyəndə də qayıdıb deyirlər ki, yox sən psixoloqsan və sən manipulyasiya eləyirsən, yəni. Ətrafımızda bizi manipulyasiya edən çox adam var. Biz manipulyasiya edən adamı necə fərqləndirə bilərik ki, bu adam məni manipulyasiya edir? İndiki dövrdə onu qeyri-mümkündür tapmaq. Mən tuta bilirəm. Kimsə səmimidir və yaxud qeyri-səmimidir. Onu evet, yəni belə deyim. Burada amma bir məsələ də var ki, mənim psixoloji biliklərim də var. Yəni o da var. Adi bir insan otursun və sən onunla manipulyativ danış, bu ona heç fərqində olmayacaq. Hətta bayaqları mən də səndən manipulyativ danışdım, sən onun fərqində belə olmadın. Bəzi insanlar özünü çox kurnaz kimi göstərir, amma əslində kurnaz deyil. Bəziləri həqiqətən kurnaz, amma bunu göstərmir. Bəziləri də nə o yanlıq, nə bu yanlıq. Sadəcə yəni söz olsun deyə, söhbət olsun deyə danışıb gedirlər də, yəni. Ümumiyyətlə insanlar bayaq qeyd elədiniz bir məsələdə ki, bir insan əgər Instagramda özünü varlı həyat yaşayırmış kimi göstərirsə, bu o deməkdir ki, o öz güvənsizliyi, öz dəyər. Burada biraz məni linçləyəcəklər, amma o həqiqətən də elədir. Bunu da yenə deyirəm, pis mənada başa düşməyin, çünki bu pis mənalı bir şey deyil. İnsan fərqində olmaya bilər. Hər birimiz də zaten, hər bir varlıq belə, yəni o öz dəyərsizliyi hiss eləyib. Bir vaxtlar hiss eləyib, yəni. Hər bir insan, yəni onu hiss eləyib. Sadəcə bunu qəbullanmaq var. Həyatımızda bizim nə baş verirsə, biz onları qəbullanmalıyıq, hər bir şeyi. Amma təəssüflər olsun ki, indiki yəni zamanədə o yoxdur. Çox deyirəm, bayaqdan da indiki zamanə deyirəm. İnsanlar bir-birlərini linçləməyi çox sevirlər. Bu bunu belə geydi, o onu elə geydi. İndi viral olub, təzəlikcə görmüşəm. Aygün Kazımova ilə bir də Kəmalə Günəşli bir şeydə eşitdim proqramda ki, artıq Kəmalə Günəşli Aygün Kazımovanı keçib. Hansı kriteriyə əsasən? Yəni Aygün Kazımova olaraq qalıb. Kəmalə xanım da Kəmalə Günəşli olaraq qalıb. Amma insanlar linçləməyi sevirlər ki, buna bax, hardaydı, gəldi, nə oldu? Niyə bu belə oldu? Sizi inandırım ki, mən bir video paylaşmışdım da, hansı ki biraz dar geyinmişdim və orada biraz tamam, dar geyinmişdim, amma midi dar, uzun paltar geyinmişdim və mövzu yazmışdım. İnarsız, o qədər baxış gəldi ki ona, yəni partladı da, o video partladı və baxıram kommentlərə, aha, bu psixoloqdur, ya özün göstərir, bu bədən yığdırıb, bu nə bilim, gəlib özün göstərməyə, adam axtarır. İnsanları linçləməyi sevirlər, özlərinə baxmırlar. Birinci dönsünlər, özlərinə baxsınlar. İndi bir deyəcəklər, sən psixoloqsan, niyə belə danışırsan? Mən adətən ailəmdə, atam da həmişə bunu deyir ki, sən psixoloqsan, niyə beləsən? Amma yəni, mən də bir insanam. İnsan, psixoloq da bir hissləri var. Psixoloq, yəni belə deyim də, robot deyil. Psixoloqun da hissləri var, psixoloq da ağlayır, psixoloq da bəzən anlaşılmaz duruma düşür. Psixoloq da danışmaq istəyir. Yəni, bu psixoloqları siz ümumiyyətlə insanlar gözlərində iki yerə bölüb. Bir, psixoloqa gedən dəlidir ki, psixoloqun özünə psixoloq lazımdır. İki, yox, sən ideal olmalısan, sən psixoloqsan. Sən bütün hərəkətlər və geyimi və danışıq və hər bir şey və diqqət eləməlisən, çünki sən psixoloqsan. Amma əslində elə deyil. Sən bir insansan. İndiki vaxtda %99% mediadan asılıdır. Şəxsən mən özüm bir vaxt Instagramı dondurmuşdum. TikTok'a vəbşə girmirdim.
ümumiyyətlə də bütün telefonumu atmışdım qırağa. O qədər bağlı olmuşdum ki, indinin özündə məndə sürə var. TikToka bir sürə var, Instagrama bir sürə var, Facebooka bir sürə var ki, o sürə bitdiyində mən o Instagrama girə bilmirəm. İstəsəm də girə bilmirəm. Yəni bu bağımlılıq yaradır və ən önəmlisi nədir? Bizim insanlar çox üzr istəyirəm ifadəmə görə daha aşağı səviyyəli şeyləri daha çox sevirlər. Amma hər kəs də elitdən danışır. Sonra da həmin məşhur elədiyi adamları söyürlər. Təbii ki. Maraqlıdır. Və sonra hamı elitdən danışır. Elitdən danışanlar çoxdur, elmdən danışanlar yoxdur. Belə deyim də, insanların 90% bir-birini günahlandırır. Ki sən bunu belə eləyirsən, sən bunu elə eləyirsən, sən çətin adamsan ki, mənim ən çox eşitdiyim cümlələrdən biri mənə qarşı budur ki, sən çətin adamsan. Amma əslində mənim müəyyən qaydalarım var, prinsiplərim var və o prinsiplər əsasında yaşayıram. yaşayıram. Bu artıq öz dəyərdir. Bir qoçalaraq, bir qoçalaraq. Bu artıq öz alqışlaya bilərsiniz. Bu artıq öz dəyərdir. Neçə yaşımıza gəlirsək gələk, adı mənim öz anamda. Sən belə deyildin. Nə oldu sənə? Yəni hər valideyn onu deyir. Və valideynləri başa düşmək lazımdır. Biz valideynlərimizi seçə bilmirik. Biz qardaşımızı seçə bilmirik. Qaynanamızı seçə bilirik amma. Amma biz həyat yoldaşımızı seçirik. Bəli. Varlı qaynana yoxsa orta varlı qaynana yoxsa anlayışlı qaynana? Anlayışlı qaynana. Anlayışlı qaynana varsa orada var da var. Var dövlət də var. Yox, bəzən fərqli ola bilir axı. Yəni bəzən fərqli situasiyalar ola bilir. Baxın belə deyəndə var dövlət deyəndə tək maddiyyat deyil. Yox, İnsanın zənginliyi. Hal-hazırda cəmiyyətin fikirlərinə əsasən bildirirəm ki, yəni qalinvagina olan qaynana yoxsa anlayışı olan psixoloji sağlamlığı yerində olan qaynana. Hansını seçərsiniz? Bir psixoloq olaraq. Bir psixoloq olaraq da və bir nəcibə olaraq da düşünürəm ki, qalinvagina olan qaynana. Yox, anlayışı və sağlam düşüncəli olan. Baxın belə deyim də, qalinvagini var və mən o qalinvagini çox istəyirəm. Yəni çox da sevdiyim bir markadır Mercedes. Yəni çox da sevirəm. Lakin mən bilirəm ki, ora getsəm məndən huzurum itir. Mən neynirəm o? Huzurum yoxdursa mən neynirəm o qalinvagini? İçində ağlaya bilərsiniz ən azından da. Bir var ki, amma niyə ağlayım? Huzurlu yaşayım. Huzurlu yaşamağım varkən, huzurlu həyatımı düzəldə biləcəyim varkən mən niyə gedim özümü uçurumdan atım? Gedib özünü dağdan atarsan, sən atarsan amma səndə potensial var. Məsələn, xarakter olaraq, tipaj olaraq prinsipial adamam. Ona görə məsələn bir şey mənə xitab eləmirsə, bəyənmirəmsə, xoşuma gəlmirsə, Recep İvedik kimi defolur musun lütfən deyib uğurluyuram. Amma görsəm ki, orada mən mübarizə aparsam qazanacağam ki, mən xarakter olaraq, yapı olaraq da, yəni mübarizə aparmağı sevən adamam. Bir şey mənə gətirib asan formada versinlər, mən onu qəbul eləməyəcəm. Onun üçün bir şey deyim. Mübarizə aparmalıyam ki, dəyər olsun. Həyatın da elə gedəcək, mübarizə apara gedəcək. Hə, zaten elə gedir. Niyə elə deyirsən o zaman? Yəni mən yapı olaraq elə biriyəm də. Yəni bir şey məsələn güzel. asan formada mənə gələndə mən onu sevmirəm. İlla gərək mən demirəm, gedim özümü öldürüm, sürünüm, atım özümü dağlardan aşağı. Amma elə bir şey olmalıdır ki, yəni ən azından biraz mən özüm onun üçün nəyisə cəhd göstərməliyəm, sonra o mənə gəlsin. Burada artıq belə bir şey var. Sən uşaqlığında nəsə yaşamısan. Ola bilər. Mən artıq psixoloqlarla dirəşmirəm. Bədən dili. Psixoloqlarla dirəşmirəm. Tamam. Okay. Psixoloqlarla dirəşmirəm. Hər şey ola bilər. Şəxsi mövzulara girmirəm. İstəsəz danışa bilərik. Burada terapiya eləyə bilərsiniz mənim. Problem yoxdur yəni. Hamısı işləmişəm bu arada əziz dostlar. Bütün terapiyalarda yanıma yazılıb gələ bilər. Hə, buradan səslənirik terapiyaya ehtiyacı olanlara. Mən bütün terapiyaları almışam. Bir pasiyentim yığıb məni. Rusdur. Yığıb mənlə danışır. Nacibə xanım, ya уже не могу, у меня плохо, всё tutasa əməliyyata girib, əməliyyatdan çıxıb və deyir ki, adi bir kiçik bir əməliyyat olub və mənə qayıdıb deyir ki, narkoz mənə pis təsir eləyib, mən öləcəm. Mən öləcəm və ərinə deyib ki, mən səndən boşanmaq istəyirəm.
Şuuraltı bunlar. Hadisələri abartma şəklin. Bir də bayıl istəyirsən Feriha. Yəni sözümü nəyə gətirirəm? Yığıb mənə deyir, mən pisəm falan, bilmirəm nə edəyəm. Əllərim əsir, mən öləcəm falan filan. Qayıtdım bir kəlmə belə dedim. Sən heç ağlamısan? Narkozdan sonra ağlamısan? Yox, ağlamamışam. Və mən başladım bundan danışıb onu ağlatmağa çalışdım. Acımasız seni görsün. Ağlatmağa çalışdım. Bayağı bir saat falan danışdıq, konuşduq. Və sonunda qayıdıb bilir, Nəcibə xanım, sizə çox təşəkkür eləyirəm. Gedirəm boşanma ərizəsini geri çəkməyə. Mən düşünmürdüm ki, ağlamaq mənə bu qədər kömək eləyər. Mən də elə bilirəm ki, mən ölürəm. Dedim, indi get düşün, sən ərindən doğrudan boşanmaq istəyirsən. Çünki bu özü də bir problem da. Yəni hadisələr abartma şəklidir. Yox, mən elə tipajlar deyiləm. Həyatımda olub o tipdə ağlamaq tipajlar. Amma təbii ki, ağlamaq lazımdır. Arada mən də ağlayıram. Prosta mənim ağladığımı heç kim görmür də. Mən gizlin ağlayanlardım. Gizli duyğusalam mən əslində. Kənardan hamı elə bilir ki, mən vurdum duymaz tipajam, amma əslində elə deyil. Mən gizli duyğusalam. Evet, mənə də elə deyirlər ki, bəs sən necə deyim, vəcsizsən, heç nə vecbə deyil, çox sərtsən və çox egolusan. Ego ilə özgüvəni çox bu incə çizgi ilə ayıra bilmirlər. Lakin yəni mən çox özgüvənliyəm. Bu da nəyə görə? Mənim oxuduğum, işlədiyim, həyatım, hər insan zaten elə olmalıdır da. Sadəcə bunun fərqində olmaq lazımdır. Əslində hər insanın bir içində özgüvən yatır. Ana qarnında olandan yatır. Sadəcə bunu dışarı çıxartmaq lazımdır. O qorxuları yenmək lazımdır. Qorxuların üstünə getmək lazımdır. Xanımlar və bəylər, psixoloq kömək eləyir. Amma ki, ilk öncə insan gərək birinci özünü anlasın. Özünü başa düşsün ki, mən bunu istəyirəmmi? Nə olursa olsun, sən psixoloqa get, terapistə get, getmə. Sən birinci özün psixoloqsan. Sən burada şuuraltı, mən bunu bacara bilməyəcəm deyirsənsə, zaten nə qədər də psixoloqa getsən, nə qədər də terapistə getsən, sən bacara bilməyəcəksən. Bu belədir. Yeni bir, hardasa bir həftə bundan qabaq gördüm. Yeni bir metoddur. Bir psixoloq xanımdır. Mən tanıyıram onu. Çox da yaxından tanıyıram ha. Bəlli bir zamanlar psixoloq, terapist olmayan zamanlar mən onunla ünsiyyətim var idi. Elə bir ki, dostumun dostuydu. Təzəcə görmüşəm ki, bir seminar hazırlayıb və o seminarda hər kəsi əməliyyat paltarına geyindirib. Ağladan, hamı ağlayırdı. Ağladan, eynən. Yəni baxırsan və ya bu ora gedən ağlı yoxdur. Vallahi ora gedən ağlı yoxdur, yox. Söyləyəcəklər amma elədir yəni. Yox, onlar sadəcə çıxış yolu axtarırlar. Qurtulmaq istəyirlər. Daha çıxış yolu axtaran ora getməz də. Gedər normal ağlı başında bir psixoloq tapar. Qurtulmaq istəyirlər, o yüzden. Mən sizə tam səmimi bildirim. Mən belə mövzularda ümumiyyətlə prinsipal olduğuma görə, məsələn mən bilirdim ki, mən psixoloqa getməliyəm də. Mən panik atakım tutmuşdu, nə bilim, bir sürü şey vardı, travmamı tetikləyən. Mən o müddətdə baxmayaraq ki, psixoloqlarla işləyirəm, baxmayaraq ki, psixoloq çevrəm çoxdur ətrafımda, amma yenə də mən tam əmin olduğum, güvəndiyim adamın yanına getdim ki, Leylacımı da buradan salamlayıram. Yəni indi çox qəşəng dostluq münasibətimiz var, pasiyent olaraq ayrı. Ondan sonra mən artıq özümü toparladım. Başa düşdüm ki, hə mənim problemim nə idi və onları aradan qaldırdım. İndi çox qəşəng bir dostluq ünsiyyətimiz var. Yəni hər önünə gələn psixoloqam deyən adamın yanına da gedib çox haqlısınız və hər kurs alıb da bizim psixoloqların adını batırırlar. Əziz psixoloqlar alıb çox xahiş edirəm və məni çox yanlış anlamayın. Anlayırsınız da neynəmək olar? Sadəcə öyrənin. Bayaq da dediyim kimi elmə daha çox üstünlük verin ki, sizə qalan sizin zənginliyiniz elm olacaq. Sizin ilk öncə ən birinci mənə deyirlər ki, bu boyda seminarlara niyə gedirsən? Dünən belə baxıram, bir tondan sertifikatlar, seminarların
bəciklər falan hamısı da baxıram, deyirəm, "Ay yox, mənə bu azdır." Çünki mən hələ də heç nə bilmirəm, inanırsınız? Nə qədər də öyrənim, mən bəlli bir yerlərdə də xaricdə olsun, burada olsun, bəlli bir məşhurlardan alıram o belə deyim dərsləri. No yenə də görürəm ki, mən hələ də heç nə bilmirəm. Hər gün, hər saniyə yeni bir şeylər çıxır. Çünki insanlar dəyişir, dövr Yaxşı, dəyişir. tutalım ki, psixoloqa ehtiyac duyan biri sizə niyə güvənsin? Mənə Özünüzü niyə- təqdim eləyin. Buyurun. Bana güvenin, bana gelin, hər şey iyi olacaq. Yox, həqiqətən belə deyim. Heç Niyə siz? Niyə mən? Niyə məni seçdin? Məsələn, Yox, elə deməyəcəm. Niyə siz, niyə mən? Vüsal stili, vüsal stili. Buyurun, niyə siz? Elə deməyəcəm. Belə deyim sizə. O insanın içgüdüsəl səsi var, hər mövzuda nə olursa olsun. Bu insan məni anlayır. Hissi var. Bir insan məni anlayır. Anlaya biləcəyini görürsüz. Görürsən. Və ən önəmlisi, adətən psixoloqa yazılırlar, terapistə yazılırlar. Elə vav qiymətlər oxuyurlar ki, 400, 500, 600, 700, 1000 manat, 2000 manat, 3000 manat. Baxırsan belə ki, bəzən mən elə seanslar olur ki, açıq deyəcəm, ödəniş almıram. Ödəniş almıram və mənə bunu deyəndə ki, sən niyə ödəniş almırsan? Mən sadəcə bir şey deyirəm, mən işimi sevirəm. Mən bu işə gəlmişəm ki, qadınlara, kişilərə, uşaqlara kömək olmağa. İnsan gərək işini sevsin. Burada da deyirsən, niyə sən? Niyə mən yox? Sən özün bax, gör. Hansı psixoloq, hansı tutalım media əhli yenə deyirəm. Söhbət məndən gedir. Yox, ümumiyyətlə deyirəm. Lap siz olun. Baxın görün ki, işini sevirsə o insan zaten peşəkardır. Bir şeyi ki, pulsuz da eləyər. Pulsuz çəkiliş eləyərsən, çünki sən işini sevirsən. Çünki sən professionalsan. O yüzden onu deyirsən. Bəli. Amma baxır necə pulsuz və hansı insanlara pulsuz. Yoxsa hər önündən gəlsin ki, pulsuz. Yəni onda o şeydir. Balans pozulur. Aysə onu deyəcəkdim. Balans alma vermə dəngəsi də var. Çünki hansı ki mən ödəniş almadığım insanlardan, yəni sadəcə deyirəm ki, bilmirəm, bir kağız gətirin verin mənə. Nə bilim, orada xoş söz yazın. Və yaxud da bir konfet gətirin verin mənə. O da mənə belə baxırlar ki, niyə? Sadəcə alma vermə dəngəsini pozmamaq üçün. Yəni halbuki mən onlardan milyonlarla pul qazana bilərəm. Siz özünüz də bilirsiniz ki, yəni o psixologiyada, terapiyada nə qədər pul var. Özünüz getmisiniz, özünüz də çox yaxşı bilirsiniz onu. Amma yenə də deyirəm, insan gərək işini sevsin. İnsan insana kömək olmağı sevsin. Və ən önəmlisi atamın bir sözü var. Buradan atamı salamlayıram, anamı da eyni ilə. O dəfəki efirimdə həqiqətən, o dəfəki efirdə anamı salamladım, atamı salamlamadım. Bu mənim çox pisimə getdi. Çünki niyə? Mən psixologiyaya gəlməyimin səbəbi atamdır. O yüzden papuçka, spasibo, что ты есть. Belə bir deyim var, deyir psixoloq olan insanların həyatı daha çətin olduğuna görə gəlirlər psixoloq olmağa ki, qoy mən çözüm bunları, gedim sonra. Baxın, necədir? Yaxşıdır, tamam. Baxın, sizə belə bir şey deyim də. Hər insan, ümumiyyətlə hər insan deməyəcəm, hər psixoloq zamanında bir çətinlik yaşayıb deyə indi psixoloqdur. Amma burada da diqqət eləyin. Sizə deyim ki, biri var, işini sevir deyə psixoloqdur. İnsanlara kömək eləmək istəyir. Biri də var ki, işini 50-50 sevir də sevmir, orada yaxşı pul var deyə. Bunları ayırd etmək çox vacibdir. Belə, təşəkkür eləyirəm məni dinlədiyiniz üçün. Sizə də təşəkkür eləyirəm dəvət elədiyiniz üçün. Çox xoş oldu mənə. Maraqlı söhbətə görə təşəkkür edirik. Ümid edirəm ki, kiminsə ağlında qaranlıq qalan məqamlara, kiminsə belə deyim də, problemi nə belə deyim, yönəlmiş, ən azından bir kömək eləyə bildiksə, ən azından bir həmin adamlara yol
cığır, o siz dediyiniz kimi də, yəni yol cığır aça bildiysə, nə xoş bizə. Təşəkkür eləyirəm bu xoş söhbətə görə. İnşallah gələn görüşlərədək. Sağ olun, çox sağ olun, minnətdaram. Hər birinizə təşəkkür eləyirəm. Beni Sizə də sizlər təşəkkür var etdiniz. eləyirəm.